Harda işləyirsiniz? Buyurun, necə oldu? Texnik işçiyik. Saat səhər-səhər işə gəldik belə. Otaqlara girdik ki, otaqları təmizləyək, uşaqlara təhvil verək. Sonra biz çıxdıq, uşaqlar girdi otağa. Üstündən heç yarım saat keçmədi. Uşaqları gördük, hamısını gətirirlər çölə. Uşaqları hamısına yardım elədik, nə bilim, qatıq, ayran, belə də hamımız. Siz özü də desən zəhərlənmiş. Özüm də ki, sonradan hiss elədim, təzyiq, yüksək təzyiq, zəhərləndik. Daha başımız gizərləndi, sonrasını bilmədik. Xəstəxanada bizə tibbi yardım göstərdilər, sağ olsunlar, həkimlər. 6 dəfə texnik işçiydik. Yəni ilk dəfə idi də o? İlk dəfə idi, birinci dəfə idi. Nəsə ki, heç belə hadisə olmamışdı orada, düz danışağında. Elə bir şey olmamışdı orada. Birinci dəfə idi ki, belə hadisəyə rast gəlirdik. Bütün müəllim heyətləri, hamısı bizə yardım elədilər. Direktorumuz, hər bir, hamısı. Ancaq ki, bir də xahişimiz oldu ki, sizdən bir xahiş eləyirik ki, bizim bu məktəbə remont nəsə, bizim uşağımız da çoxdur, 500 nəfər uşaqdır. Orada da bir 200-ə yaxın uşaq var. Məktəb özü də orada təhlükəlidir. Xahiş eləyərdik ki, bir də bu məktəbimiz remonta ayır, nəyə olursa olsun, qaydaq öz məktəbimizə, bütün nəvələrimiz, bir dəqiqə bizim 4 dənə nəvəmiz, ondan sonra bütün uşaqlarımız burada qorxulu vəziyyətdəyik də. Niyə ki, avtobusa minirik, gedirik, avtobusdan qorxuruq ondan. Nə bilim, ağır avtobusda uşaqlar yüklənirlər, belə hadisələrdən də. Yəni ki, xahiş edirik sizdən ki, bizim məktəbə baxardınız da bir dənə. Bir də sizdən xahişimiz budur.